Hörmətli izləyicilər, İsmayıllı rayonunun Hacı Hətəmli kəndindən bir qrup ictimai fəallar kanalımıza bu video sujeti hazırlayaraq atıblar və onlar xahiş edirlər ki, onların fikirlərini, yəni mövcud problemini rayon icra hakimiyyətinin başçısı Nahid Bağlı cənablarına və sair əlaqədar qurumların rəhbərlərinə çatdıraq. Nəzərinizə çatdıraq ki, uzun illər bu ərazidə yollar bərbad vəziyyətdə olub, ancaq bir neçə il bundan qabaq həmən bu yol İvanovka Hacı Hətəmli yolu tamamilə asfaltlandı. Buna görə dövlət qurumları tərəfindən, dövlət başçısı tərəfindən bir neçə milyon pul ayrıldı. Ancaq həmən müddətdən sonra bu yollarda müəyyən belə deyək dağınıqlıqlar əmələ gəldi, yolda nahamar vəziyyət yarandı, ağır tonnajlı avtomobillərin hərəkəti və s. Və sonradan rayon rəhbərliyinə əhali müraciət etdi və həmən bu yol təmir olundu. Ancaq bu günlərdə yenə də əhali müraciət edərək narahatlıqlarını ifadə edirlər ki, yolun müəyyən hissələrində artıq dağılma prosesi yenidən başlanıb və xahiş edirlər ki, əlaqədar qurumlar, rayon rəhbərliyi bu məsələnin aradan qaldırılması üçün onlara kömək etsinlər. Çünki əhali bu məsələdə hardasa haqlıdır. Ona görə ki, bu yolun əgər dağılma prosesinin qarşısı alınmasa, gələcəkdə daha böyük dağıntılara səbəb olacaq və bu da istər-istəməz dövlət büdcəsindən əlavə xərclərin götürülməsinə, istifadəsinə belə deyək ki, səbəb ola bilər. Ona görə də vaxtında bu problemin qarşısı alınsa daha yaxşı olar. Eyni zamanda kənd əhalisi, həm Molla İsaqlı, həm Qalacaq, həm Hacı Hətəmli, həm İvanovka sakinləri, həm digər ərazidə yoldan istifadə edən sakinlər rayon rəhbərliyinə öz təşəkkürlərini bildirirlər ki, bütün məsələlərdə onların səsinə səs verib və inanırıq ki, rayon rəhbərliyi və digər əlaqədar qurumlar bu məsələdə də əhalinin yanında olacaq və əhalinin problemlərinin həlli istiqamətində bacardıqları işləri həyata keçirəcəklər. Gəlin həmən sujeti axıra kimi izləyək.